Hər birinizi salamlayıram. Bilirsiniz ki, mən illərdir ki, panik atak xəstəliyi ilə məşğulam və bildiyim təcrübə, bildiklərim və topladığım təcrübə sayəsində çalışıram ki, bu videolarımla sizi maarifləndirim və panik atak xəstəliyinin kökündə dayanan səbəbləri sadalamaqla bundan əziyyət çəkənləri həm müalicəsini tezləşdirim və sürətləndirim. Həm də eyni zamanda adamlar panik atak xəstəliyinə düçar olmasınlar deyə başlarına bu cür psixoloji, çox bezdirici, çox belə ağır bir psixoloji bir pozuntudur. Bu onların başına gəlməsin deyə öncədən bu cür qabaqlayıcı tədbirlər görsünlər. Özlərini, öz xarakterlərini və öz davranışlarını tanıyıb dəyişdirsinlər. Uzatmadan, əgər bu əlamətlər səndə də varsa, əgər sən də belə bir adamsansa, deməli yaxın vaxtlarda elə istənilən vaxt panik atak ola bilərsən. Panik atakdan əziyyət çəkənlərin sırasına, siyahısına sən də düşə bilərsən. Ona görə də bu əlamətləri dinlə və gör. Özünə yox deyən və başqalarına hə deyənlər. Sən belə deyilsən ki, belə deyilsənsə əla. Beləsənsə ehtiyatlı ol. İkinci məsələ qəzəbini, hirsini, əsəblərini boğan və əsəblərini boğmaqla yanaşı gizlədən və dırnaq arasında mədəni olmağa, etika xətrinə mədəni olmağa məcbur olanlar, mədəni olmağa çalışanlar. Sən belə deyilsən ki. Üçüncü, ayıbdır, yaxşı deyil deyə, ayıbdır, yaxşı deyil deyə, öz içindəki ehtiyacları, öz şəxsi ehtiyaclarını gizlədənlər. Belə deyirsən ki. Və nəhayət, dördüncü əlamət. Güclü olmaq üçün, daha doğrusu güclü görsənmək üçün, başqalarının nəzərində, hamının gözündə qorxularını boğan, qorxularını gizlədən adamlar. Sən də beləsənsə, özündə bu əlamət, bu və digər sadaladığım əlamətləri görürsənsə, ehtiyatlı olmalısan. Ehtiyatlı olmaq deyəndə ki, əslində dəyişməlisən. Çünki dəyişməsən, sən artıq potensial panik atak xəstəsi olacaqsan. Bax, xəbərdarlıq edirəm. Bastırılmış duyğular, illərlə sənin çiyinlərində yükə çevrilmiş bu gərginliklər, əsasən də belə emosiyaların, bastırılmış duyğuların səni bu şəklə sala bilər. Adətən deyirlər ki, panik atak xəstələri deyirlər ki, elə bir səbəb yoxdur. Durduğum yerdə bu əlamətlər, qorxu əlamətləri verir. Boğuluram, nəfəsim daralır, ürək döyüntüsü yaranır məndə, ürəyim sürətlə döyünməyə başlayır. İnfarkt olma qorxusu yaranır, infarkt olmaya oxşayan ürək ağrıları olur. Ölüm qorxusu gəlir içimə, şiddətli bir şəkildə 1 saat, 2 saat belə davam edir. Darıxmaq, sıxılmaq gəlir. Bu, bəli, xəstəlik olaraq birdən-birə olur, əzizlərim. Yəni, tutma şəklində birdən-birə olur. Amma bu, panik atak sizin düşməniniz deyil. Panik atak sizin içinizdəki çığırtıdır, içinizdəki qışqırıqdır. Vaxtında bu dediyim əlamətlər ki var, bu əlamətlərə uyğun yaşaya-yaşaya, vaxtında yox deməmisiz, vaxtında öz qəzəbinizi içinizdə boğub, kulturlu, mədəni olmağa çalışmışsınız. Halbuki o anda sən yox, qışqırmalıydın, səs ilə etiraz eləməliydin və yaxud da nəysə, yəni özünün əleyhinə getmisən, özünün əksinə getmisən, öz xarakterinin, öz kimliyinin əksinə getmisən. Eləcə də məsəl üçün, qorxursan denən qorxuram. Ayıb deyil,
heç belə başqaları nə deyər deyib ayıbdır və yaxud da yaxşı deyil deyib kimlərəsə kömək eləyirsən, yanında olursan və yaxud da nə bilim bir çox başqa dediyim duyğularını, hisslərini kədərli olmaq lazımdırsa, utanmalı, deyək ki, kədərli olmaq lazımdırsa, kədərlənməlisən, amma sən o anda başlayırsan mədəniyyət xətrinə, etika xətrinə sifətinə təbəssüm, gülüş qondurursan, kədərini, acığını gizlətməyə çalışırsan, hisslərini bu şəkildə boğursan, qəzəblərini boğursan. Nəticədə bilirsən nə baş verir? Sən qışqırmalı olduğun halda qışqırmırsan və illərlə bu da yığıla-yığıla qalır. İllərlə yığıla-yığıla qalır və axırda bədən başlayır panik atak formasında qışqırır, səs-küy eləməyə. Bu əslində dediyim kimi bir köməyə çağırışdır. Ki, dəyiş, özünü düzəlt. Belə, hələlik bu qədər. Ümid edirəm ki, bu sizin panik atak olmağınızın qarşısını ala bilər deyə düşündüyüm bir videodur. Tədbir görün.